90-cı illərin məşhur filmlərindən biri olan Şir Ürəkli filmi haqqında məlumat. Film Jean-Claude Van Damme'ın ən baxılan filmlərindən biri kimi sayılır. Film 1990-cı ildə çəkilmişdi. Filmdə Leon adlı şəxsin qardaşı quldular tərəfindən yandırılır və bu xəbərdən sonra Leon xidmət etdiyi Fransa legionundan qaçır və Amerikaya gəlir və artıq qardaşının öldüyünü öyrənir. Leon qardaşının ailəsinə kömək etmək üçün pul tapa bilmir və ailəni dolandırmaq üçün qeyri-qanuni yeraltı döyüşlərə qatılmağa başlayır. Bu döyüşlər çox təhlükəli və sərt olur. Eyni zamanda legiondan qaçdığına görə onu tutmağa gələn adamlar da var. Film Hollivudda çox bəyənilib və video kasetlərin satışında ən çox satılan filmlərdən biri olub. Filmdə olan döyüş səhnələri real olub. Həm də Van Damme'ın döyüşdüyü bəzi aktyorlar ciddi zədə alır. Film 6 milyon büdcə ilə çəkilmişdi. Filmin gəliri isə 24 milyon olmuşdu. Film gözlənilmədən kassa gəlirini 4 qat artırdı və Van Damme'ın ulduz olmasına şərait yaratdı.